Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Atatürk prospektinə yerləşən Şəfa aptekinə yaxın bir ərazidə 5 mərtəbəli binanın birinci mərtəbəsində Leningrad proyekti olan, konkretni 3 otaqlı olan, bax qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda siz deməli qapıdan giriş hissəsini görürsünüz. Qapısı dəmir deyil. Bax yenidən siz qapıdan giriş hissəsini görürsünüz. İndi isə ölçüsünə görə ən kiçik otağa keçirəm. Bax bu otağın ölçüsü 3-ün 4-dədir. Bağışlayın belə alındı. İndi yenidən bax mənim arxamda deməli açıq balkondur. 2 ədəd balkonu var. Altının 1.20-dir. Bax yenidən mən sizə təmirini göstərirəm. Bura ölçüsünə görə 3-ün 4-dədir. Bax bu cür olmalıdır. İndi isə deməli böyük otaqlara keçirəm. Burada ölçülər deməli 6-nın 3,5-a yaxın 4-dədir. Hal-hazırda siz təmirini görürsünüz. Demək olar ki, əla və keyfiyyətli təmir olunub. Ola bilsin ki, bəzi yerlər nəzərə almadan bu söz dedim. Bax hal-hazırda siz otaqlardan birini görürsünüz. Bax ölçüsünü deyirəm 6-nın 3,5-adır. Bax bu cür olur. Burası ikinci otaqdır. Bax ikinci otağın yenidən deməli görürsünüz. Buranın da ölçüsü eynidir. İç-içə otaqlar yoxdur. İndi siz otaqlar ən kiçik otağı görürsünüz. Burası isə ölçüləri eyni olan otaqlardır. Qiymətin 95.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Burası isə bu zonadır. İndi hamamını görmək mümkündür. 1 tonluq su bakı var. İstili sistemi 2 minutkadır. Eyni zamanda kolonkadır. İndi isə mətbəxinə keçirəm. Bax burada balkon deməli örtülü tiplidir. Balkon mətbəxə birləşdirib. Hal-hazırda siz deməli həmin balkonu görürsünüz. Bax buradır. İndi isə mətbəxini görmək mümkündür. Bildiyiniz kimi Şəfa aptekinin qarşısından 6, 7 və 10 nömrəli marşrutlar işləyir. Bundan başqa deməli beynəlxalq xəstəxananın arxası demək mümkündür. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. 1992-ci ildə şəhidimiz deməli tank komandiri Nizami Aydının adınadır. Həmin 18 nömrəli məktəb. Bildiyiniz kimi həmin məktəbin yanında uşaq bağçası var. Yenidən mən sizə otaqları göstərim. Eyni zamanda təmirini görürsünüz. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Bundan başqa deməli ipotekaya yararlıdır. Yenidən mən sizə otaqları göstərirəm. Yəni otaqlar iç-içə deyil. Hal-hazırda siz 2 otağı görürsünüz. Həmin otaqların ölçüsü eynidir. 6,5-ın deməli 6-nın 3,5-adır. Burası 3-ün 4-də olan otaqdır. Bax belə sizlərə uğurlar.